Bağışlayan və mehriban Allahın adıyla salamlayıram sizi, dəyərli izləyicilər. Fatimiyyə günlərində xanım Fatimə-i Zəhra ilə ünsiyyət qurmaq barədə danışmışdıq ötən dəfə. Ümidvaram ki, siz də bu günlərdən ən gözəl surətdə istifadə edə bilirsiniz. Və inşallah ki, iştirak etdiyiniz məclislərdə, mərasimlərdə, hətta qurduğunuz mənəvi proqramlardan sonra bizi də dualarınızda yad edin. Biz iki tövsiyəni qeyd etmişdik. Biri budur ki, evimizdə necə əzadarlıq abu-havasını yaradaq, necə çalışaq ki, xanım Fatimə-i Zəhranın şəhadətə yetişdiyi bu 20 günü insanlara təbliğ edək, ailəmizə çatdıraq və evdə bu abu-hava yaransın. Qeyd etmişdik ki, pərçəmlərlə, bayraqlarla və qara parçalarla evimizi bəzəyə bilərik. Xüsusi dəyişikliklər eləyə bilərik ki, bu dəyişikliklər nəticəsində evdə əzadarlıq abu-havası hiss olunsun. Və hətta deyərdim ki, qara geyimlərimizi, yəni geyimimizdə belə əsas, yəni 20 günün içində ilk 3 gün və son 3 gündə xüsusilə qara geyimlərimizə diqqət etməklə, yəni bu abu-havanı yarada bilərik və ikinci nöqtə bu idi ki, mənəvi proqramımız olsun tövsiyələr sırasında. Mənəvi proqramımız olsun və xanımın ziyarətnaməsini ən azından oxumağa çalışaq və yaxud da salavatını oxuyaq, təvəssül duası, hədis-i kisa kimi duaları oxumağa çalışaq ki, xanımla daha yaxşı ünsiyyət qura bilək və bu günlərdən daha yaxşı mənəvi şəkildə istifadə edə bilək. Amma gələk davamına. Tövsiyələr sırasında var ki, 20 gün xanımla ünsiyyətimizə əməl cəhətdən davam edək. Bir var mənəvi cəhətdən, bir də var ki, əməllərimizə nəzarət cəhətdən. 20 gün xanımla ünsiyyətimizi düzəldək. Düzəltmək bu mənada ki, əhdimizi təzələyək xanım Fatimə-i Zəhra ilə, günahlarımıza diqqət yetirək ki, hansı günahlarımız var, hansı pis adətlərimiz var. Xanımla danışaq, ona müraciət edək ki, Allahla bizim aramızda vasitə qərar verək onu. Və 20 günün içində ən azından namazlarımıza, xüsusilə əvvəl vaxtında qılmağa diqqət yetirək, rəftarlarımıza diqqət yetirək. İnşallah ki, biz gələcək bəhslərdə və günlərdə xanımın ev əhli ilə rəftarı, qonşularla rəftarı və ümumiyyətlə uşaq tərbiyəsi barəsində, ictimai əlaqələri barəsində biz qeyd edəcəyik ki, ən azından hətta belə bir şey də proqramımıza sala bilərik ki, hansısa bir ona aid olan kitabı, tarixi bir kitabı götürək, oxuyaq, xüsusiyyətləri barəsində oxuyaq və tanış olaq, özümüzü ona bənzətməyə çalışaq. Yəni, əməllərimizə bu 20 gündə nəzarət edək, inşallah ki, təvəssül də edək ki, davamı gəlsin. Və əsasən də namazlar çox önəmlidir. Biz ötən dəfə bir əməli də qeyd etmişdik ki, Behçət ağadan, Behçət ağa tövsiyə edir ki, sübh namazından sonra çalışın ki, Yasin surəsini oxuyub hər gün Həzrəti xanım Fatimə-i Zəhraya hədiyyə edəsiniz ki, bu insanın aqibətinin xeyirlə tamamlanmasına təsir qoyur. Digər proqrama baxaq, tövsiyələr sırasında yəni gündəlik salavat var ki, gündəlik müəyyən bir miqdarda salavat hədiyyə edə bilərik. Məsələn, bir təsbih, 100 dənə salavat hədiyyə edə bilərik xanıma ki, bu şəkildə onunla rabitə quraq. Və bu salavatın çox böyük savabı və əhəmiyyəti var dinimizdə. Çoxlu sayda kitablar yazılıb salavat barəsində, məxsusən də salavat, yəni salam göndərməkdir ona və həmin o xeyir bir duadır və o salavatın cavabını mütləq və mütləq Əhl-i Beyt bizə qaytarır və verir. Çox böyük təsir var. Yəni, bu əlaqə iki tərəflidir. Belə başa düşməyək ki, bu sadəcə bizim tərəfdən olur və tamamlanır. Əhl-i Beyt bizə mütləq onun cavabını müsbət cəhətdən verir. Digər tövsiyə isə imkan həddində kiçik də olsa məclislər və dini mərasimlər təşkil etmək. İmkan həddində. Əgər hansısa maneələr varsa, hansısa məhdudiyyətlər varsa, biz bunu hətta qonşular həddində və yaxud öz ailəmiz, yaxın qohum-əqrabamız həddində də edə bilərik. Hətta hər gecə öz ailəmizlə edə bilərik və böyüklər, böyük alimlər, böyük şəxsiyyətlər hətta məclis təşkil edə bilməsəydilər, öz ailələri həddində bir xanım Fatimə-i Zəhra ehsanı olaraq çay qoyurdular və daha sonra məsələn
orada onun zikri müsibəti deyilirdi. Ev əhli bahəm əyləşirdi, sinə vururdular. Bu şəkildə yəni icra edirdilər mərasimi. Amma kiminsə imkanı çatırsa, hətta gördüyü xeyir işləri də bu günlərdə xanım Fatimə Zəhra ehsan olaraq edə bilər. Xüsusilə fəqirləri nəzərə almaq lazımdır bu günlərdə ki, bilirsiniz ki, xanım Fatimə Zəhranın əsas gördüyü iş proqramlardan, işlərdən biri fəqirlərə, saillərə, kimsəsizlərə yetişmək idi. Onların qayğısına qalmaq, onlara ehsan etmək, onların ehtiyaclarını ödəmək idi. Fədək məsələsi də məhz buna görə çox mühüm idi ki, həmin fədəkdən gələn gəlirlə xanım Fatimə Zəhra Mədinənin fəqirlərinə yetişirdi, Mədinənin fəqirlərinə kömək edirdi. Bu yüzdən fədəyin əldən getməsi çox böyük bir zərbə idi Əhl-i Beyt üçün və biz imkan həddində kiçik də olsa məclislər və mərasimlər təşkil edək. Əgər bacarırıqsa, imkanımız və şəraitimiz varsa buna hətta böyük məclislər də təşkil edə bilərik. İnsanlar bu məclislərdən gəlib istifadə edə bilərlər. Orada uşaqlara xüsusilə cəlb etmək olar ki, uşaqlar xüsusilə nəzərdə tutulsun. Heç vaxt uşaqları ikinci dərəcəli olaraq düşünmək olmaz və bu bizim gələcəyimiz üçün böyük bir sərmayədir, çox önəmlidir. Əhl-i Beytin məclisləri gərək tətil edilməsin. Gərək hər nə qədər mane olsa da, hər nə qədər çətinlik və sıxıntılar olsa da, bəzi şəxslər tərəfindən gərək tətil olunmasın, təşkil olunsun. Və ciddiyyətlə və davamiyyətlə bu işi biz böyük bir məsuliyyətlə vəzifə bilək özümüzə və davamlı edək. Digər tövsiyə isə ev əhli üçün bişirilən məsələn xörəklərdir, hətta dəmlənən çaydır, ehsan niyyəti ilə, xanımın ehsanı niyyəti ilə ola bilər. Və bu hətta böyük alimlər qeyd edirlər ki, bu cür evdə ev əhli üçün ehsan bişirmək insanların ruhiyyəsinə də təşkil edir. Belə bir sual yaranır. Yaxşı, bəs ehsan adi yeməkdən nə cür fərqlənir? Ehsan adi yeməklə nə kimi fərqi var? Axı ehsan da həmin sadə çaydır, həmin sadə xörəkdir. Nə fərqi var? Bunu inşallah ki, gələcək bəhslərdə mən sizin nəzərinizə çatdıracağam. Yəni hədisləri ilə, dəlilləri ilə inşallah ki, nəzərinizə çatdıracağam. Çünki bizə çox sual olunur bu barədə ki, adi yeməkdir də niyə bunu bu qədər şişirdirsiniz? Halbuki bunun hədislərə əsasən çox böyük bir fərqi var adi yeməklərdən. Və o yüzdən də ev əhlinin ruhiyyəsinə, mənəviyyatına çox gözəl təsir bağışlayır deyə mənəvi qida kimi öz xörəklərimizə ehsan adı ilə, ehsan niyyəti ilə böyük bir ilahi rəng qata bilərik. Xanım Fatimə Zəhranın adı ilə ilahi bir rəng qata bilərik və həm Allahın məxluqlarına xidmət etmiş olacaq, həm ehsan vermiş olacaq, həm də onların mənəviyyatına çox böyük təsir olacaq və kömək etmiş olacaq. Yəni gündəlik xörəkləri ehsan niyyəti ilə edə bilərik. Hətta süfrədə çay verəndə öz ailəmizə meyvə doğrayanda bunları da ehsan niyyəti ilə təqdim edə bilərik. Ehsan ancaq və ancaq çöldəki insanlar üçün deyil. Birinci buna ailə daxilindən başlamaq lazımdır. Və digər nöqtə, yəni tövsiyə, hər hansı bir Fatimiyyə güşəsi düzəldə bilərik. Xanımı xatırladacaq hansısa bir simvolik şeylər qoya bilərik. Necə ki, Nimi Şabanda, yəni İmam Zamanın mövludu günlərində biz bunu edirik. İmam Hüseynin şəhadəti günlərində biz bunu edirik. Eləcə də Aşura üçün necə ki, simvolik şeylər hazırlayırıq. Eləcə də bir güşə düzəldə bilərik. Və bu güşəni düzəldərkən belə deyim ki, nəzərə almalıyıq ki, onu xatırladacaq simvolik şeylər ola bilər, ad ola bilər, xanımın yazılı adı ola bilər, uşaqlarımızdan da kömək ala bilərik ki, o güşəni hazırlayaq ki, bu onların xatirəsində çox gözəl qalacaq və bu güşəni həmişə baxanda biləcək ki, Əyyam-ı Fatimiyədir, yəni Fatimiyyə günləri bizə onu xatırladacaq və övladlarımıza onu aşılayacaq. Əlhəmdülillah, indi hər cür aksesuar, hər cür şərait düzəltmək olur. Yəni özümüz də hətta əl işlərindən istifadə edə bilərik evdə. Lazım deyil ki, böyük məbləğlər xərcləyək buna. Və güşədə Quran da qoya bilərik, ziyarətnaməni qoya bilərik tablo şəklində. Müxtəlif variantlar bəlkə sizin nəzərinizə və fikrinizə məndən daha gözəl variantlar gələ bilər. Və Fatimiyyə
rəngi və ruhunu öz evimizə yaşatmalı və verməli olan şəxslər başda biz xanımlarıq. Biz tədbirlər görməliyik, biz hansısa bir məsələn şeylər hazırlamalıyıq. Hətta əgər şirinlər belə hazırlansa, biz ev əhli üçün gündəlik xüsusi 20 günü ərzində xüsusi ehsanlar hazırlayıb hər axşam məsələn çay əsnasında, çay toplanması arxasında, miz arxasında toplaşanda biz təqdim edə bilərik ki, bu Fatimiyyə ehsanıdır. Həm övladımızın zehnində belə daha yaxşı qalır, həm də başqa bir abu-hava verir. Yəni bacardığımız həddə Fatimiyyə rənginin ruhunu öz evimizə və ev əhlimizə aşılamalıyıq. Sözsüz ki, bizim evimizə bəzi qonaqlar da gəlir ki, qohumlar da ola bilər, dostlar və qonşular da ola bilər və yaxşı olar ki, hətta biz əgər heç birini edə bilmiriksə, ən azından bəzi günlərdə öz yan qonşularımıza, məhəlləmizdəki insanlara kiçik ehsanlar təqdim edək. Hətta özümüzün bişirdiyimiz xörəklərdən ayıraq qoyaq ki, bu Əyyam-ı Fatimiyyə ehsanıdır. Nəzirdir, mən sənə gətirmişəm və başqalarına mesaj veririk ki, bu günlərdə xanım Fatimiyyə Zəhranın şəhadəti günləridir və əzəmətli günlərdir, hörməti qorunması lazım olan günlərdir. Bu da bizim Allahın dərgahında bəyənilən əməlimiz olur və təbliğimiz olur. Bugünlük yenə sizinlə sağollaşmalıyam. İnşallah ki, gələn dəfə sizinlə görüşmək ümidi ilə sağ olun, salamat qalın.